Salam əziz abituriyentlər. Bugünkü mövzumuz ilk tayfa birlikləri və dövlət qurumlarıdır. Eradan əvvəl 3-2-ci minilliklərdə Azərbaycanda qədim tayfa və tayfa birlikləri mövcud olmuşdurlar. Azərbaycanın şimalında Nağç, Gərgər tayfaları yaşayırdılar. Nağç, Naxçıvan ərazisində, Gərgər isə indiki Qarabağ ərazisində, Qarqar çayı ətrafında yaşayırdılar. Azərbaycanın həm şimal, həm cənubunda isə Kadusilər və Kaspilər yaşayırdılar. Kadusilər indiki Talaşların keçmiş ata-babaları olmuşdurlar. Kadusilər Qızıluzan çayının aşağı axarlarında yaşayırdılar. Kaspilər isə Xəzər dənizinin sahillərində yaşayırdılar. Turukkilər Urmiya gölünün cənubundan Zəncana kimi ərazilərdə məskunlaşmışdılar. Subar və yaxud Subir tayfaları isə Urmiya gölünün cənubunda məskunlaşmışdılar. Hurrilər Zagros dağlarının qərb ətəklərində yaşayırdılar və onları dağ xalqları adlandırırdılar. Azərbaycanın cənubunda yaranmış ilk quldar dövlət Akkad dövləti olmuşdur. Akkad dövləti ümumiyyətlə 3-cü minilliyin birinci yarısında yaranmış türk mənşəli dövlət qurumu idi. Lakin proqramdan çıxarıldığı üçün Akkad dövləti haqqında o qədər də geniş məlumat verməyə dəyməz. Lullubi dövlət qurumu eradan əvvəl 3-cü minilliyin ikinci yarısında İmmaşqun tərəfindən yaradılmışdır. İmmaşqun ölkəsinin padşahlar padşahı adlanırdı. Lullubi dövlət qurumu inzibati cəhətdən vilayətlərə bölünürdü. Vilayətləri isə xırda hakimlər idarə edirdilər. Həmçinin İmmaşqun xırda hakimləri birbaşa olaraq mərkəzə tabe etmişdir. İmmaşqundan sonra bizə məlum olan Lullubi dövlət qurumunun digər hökmdarı Anubani olmuşdur. Onun dövründə dövlətin ərazisi Urmiya gölündən cənubda Diyala çayının, yəni Dəzlə çayının sol qolu olan Diyala çayının orta axarlarına qədər çatırdı. Çoxsaylı qollara ayrıldığı üçün bu çayı ölmə məhkum olmuş çay da adlandırırlar. Lullubi hökmdarlarına məxsus ilk yazılı abidə Anubaninin Sarı Nul yazılı kitabəsində Zuhab şəhəri yaxınlığında tapılmışdır. Həmin kitabədə Lullubi torpaqlarının Urmiya gölündən İran körfəzinə kimi uzandığı göstərilir. Ümumiyyətlə Anubaninin uğurları qələbə sütunu üzərində mixi yazılarla həkk olunmuşdu. Bu abidə də göstərir ki, Lullubilər içərisində mixi yazıları bilən mirzələr, abidə yonanlar olmuşdular. Akkadlarla Lullubilər arasında böyük bir mübarizə baş vermişdir. Akkad hökmdarı Naram Suyen Lullubilərə hücum etmiş və ilk yürüşündə qələbə qazanmışdır. Daha sonraki 3 yürüşdə isə Akkad hökmdarı məğlub olmuşdur. Əhalinin əsas məşğuliyyəti maldarlıq və dəmiyə əkinçiliyi idi. Dəmiyə əkinçiliyi, yəni suvarılmaya tələbatın olmadığı ərazidir. Lullubilərin digər bir məşğuliyyəti isə ondan ibarət idi ki, onlar cins atlar yetişdirirdilər və iki çay arasının Nuzi şəhərində yaşayan Hurrilər ilə mal mübadiləsi aparırdılar. Məlumat üçün qeyd edək ki, Hurrilər özlərini dağ xalqları adlandırırdılar. Lullubilər Şumer mədəniyyətinin təsirinə məruz qalmışdılar, mixi yazı sistemini mənimsəmiş və Akkadlarla yazışmışdılar. Məlumat üçün qeyd edək ki, Anubaninin mixi yazı ilə tərtib olunmuş qələbə sütunu abidəsində Səmə tanrısı Anun başda olmaqla məhəbbət, bərəkət, ay, günəş və digər tanrıların adları da Akkad dilində çəkilmişdir. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında Urmiya gölünün qərbində Kuti dövlət qurumu meydana gəlmişdi. Bizə məlum olan ilk hökmdarı eradan əvvəl 23-cü əsrdə qayaüstü relyefdə Lişirpirinin adına rast gəlindiyi üçün biz onu götürürük. Sərhədləri Urmiya gölünün qərbindən İran körfəzinə qədər çatırdı. Akkad dövlətinə qarşı mübarizə aparmışdır və möhkəmlənmişdir. Və qeyd edək ki, Akkad dövlətinə qarşı mübarizə aparmaq Lullubi və Kuti dövlət qurumu üçün oxşar cəhətlərdir. Türk mənşəli Şumer şəhərləri ilə dostluq əlaqələri saxlamış, hətta Şumer şəhər dövlətlərinin himayədarına çevrilmişdilər. Və həmçinin qeyd edək ki, Şumer və Akkad gənclərini Kuti qoşunlarına xidmətə cəlb etmişdirlər. Bu dövlət qurumu demokratik əsaslarla idarə edilirdi. Hakimiyyətin seçim yolu ilə əldə edilməsinə üstünlük verilirdi. Hakimiyyəti ağsaqqallar və tayfa başçılarının iştirak etdiyi məclis seçirdi. Eradan əvvəl 22-ci əsrdə Kutilər Mesopotamiyaya hücum etdilər və bu hücum nəticəsində Akkad dövlətini süquta uğratdılar. Hətta Akkadları 100 ilə yaxın öz hakimiyyətləri altında saxladılar. Akkad dövlətini süquta uğratması Kutiləri Lullubilərdən fərqləndirən bir cəhətdir. Ortaq cəhət odur ki, həm Lullubi, həm Kuti Akkad dövlətinə qarşı mübarizə aparıb, lakin fərqli cəhət odur ki, Kutilər Akkadları məğlubiyyətə uğratmış və Akkadları 100 ilə yaxın öz hakimiyyətləri altında saxlamışdılar. Həmin bu 100 illik əsarət dövründə Kutilər dövlət quruluşunda əsaslı bir dəyişiklik etmədi. Məbəd tikintisini davam etdirdilər.
Vilayətləri isə Şumer və ya Akkad canişinləri idarə etdi və idarəetmədə onlara kifayət qədər müstəqillik verildi. Həmçinin vilayətləri idarə edən şəxs də eyni rütbəsi daşıyırdı. Həmçinin bu dövrdə şəhərlərarası toqquşmalara son qoyuldu, xarici hücumların ardı-arası kəsildi. Urmiya gölünün Fars körfəzinə qədər ticarət yollarında ümumi olaraq əmin-amanlıq yarandı. Əsarət altında olmuş Kuti və Mesopotamiya vilayətlərini yerli canişinlərin idarə etməsi heç də Kuti dövləti üçün yaxşı sonluqla nəticələnmədi. Və sonuncu Kuti hökmdarı olan Trikan eradan əvvəl 22-ci əsrin sonlarında taxta çıxdığı gündən 40 gün sonra üsyana məruz qaldı və bu üsyan nəticəsində Trikan taxtdan salındı və beləcə Kutilərin Mesopotamiyadakı 100 illik hakimiyyəti başa çatdı. Kutilər Urmiya gölünün hövzəsində əvvəlki qüdrətini və mövqeyini itirdilər. Növbəti dərslərdə görüşənədək sağ olun.